Salam müəllimlər, bilik 2026-nın izahına baxırıq. Birinci sualda deyir ki, Asiya müəllimə problem həll etmə zamanı istifadə edilən alqoritmi bilirsə, biliyin hansı növünü tətbiq edir? Kifayət qədər asan sualdır, çünki problem həll etmə zamanı alqoritmlər də prosedural biliyə aiddir, ardıcıllıqdan söhbət gedir. Deməli, ona görə burada düzgün cavabımız olur B variantı. Birinci sualımız oldu B variantı. Gəldi ikinci sualımıza. İkinci sualımızda bilik haqqında hansı fikir doğrudur? A variantına baxırıq. Müəllim fikirlərini əsaslandırması vacib deyil, əsas şagirdin qəbul etməsidir. Yanlışdır A variantı. Çünki müəllim hökmən fikrini əsaslandırmalıdır. Ümumiyyətlə, kurikulumda bilik, məlumat az da olsa, aydın məsələdir ki, faktlarla əsaslandırılmalıdır. Bu, yəni əsaslandırılmış biliyin təqdim edilməsi önəmlidir. B variantında izahını bilməsə də düzgün cavab verən şagird daha üstündür. Yanlışdır. Çünki ola bilər şagird əzbər bilir bu cavabı, lakin anlamayıb, mahiyyəti başa düşmür. Buna görə izah daha üstündür. C variantı faktoloji bilik prosesin gediş yolunu bilməkdir. Prosesin gediş yolunu bilmək adından da məlumatlı prosedural bilikdir. C-də yanlışdır. D variantı şagirddən gözlənilir ki, əvvəlki biliyinə, fəaliyyətinə əsaslanıb yeni məna çıxarsın. Bu da aydın məsələdir ki, bizim düzgün cavabımızdır. Çünki şagird hökmən əvvəlki biliyinə, fəaliyyətinə əsaslanıb yeni məna çıxarmalıdır. Ümumiyyətlə, şagirdin bir problemi həll etməsi bu cür olur ki, əvvəlki təcrübəsinə mütləq əsaslanır. Y variantına baxaq, şagirddən tələb olunur ki, öyrənmə prosesində passiv şəkildə informasiyonu qəbul etsin. Bu da yanlışdır. Çünki şagird artıq müasir təhsildə özü də aktiv şəkildə iştirakçıdır. Nəinki passiv şəkildə biliyi qəbul edən tərəfdir. Üçüncü klasteri tamamlayın. Müəllimə, burada klaster o deməkdir ki, yəni bir eyni şeyin parçalanması. Ona görə də əgər burada biliyin növlərindən biridir, əməli yazı növlərinin yazılması yazılıbsa, bu da ki, biz bilirik ki, prosedural biliyə aiddir. Beləliklə, digər cavabda eyni şeyə əsaslamalıdır, prosedural biliyə əsaslanmalıdır. A variantında şagird özü üçün öyrənmə məqsədləri qoyur. Bu prosedural bilik deyil, metakognitivdir. B variantında bunu hər hansı bir fənlə bağlanan elmi informasiyalar, bu faktoloji bilikdə aydın məsələdir. Fəsillər nə üçün yaranır sualına cavab vermək konseptual bilikdir. D variantında bu biliyə malik olması mütləq tətbiq etmə lazımdır. Bu da yanlışdır. Düzdür, prosedural bilik tətbiq etmə bacarığı əlaqəlidir, lakin biz dedik ki, mütləq tətbiq etmə lazım deyil. Bəzən şagird baxmaqla da müəllimin, məsələn, tikiş maşını düzəltməsinə baxır şagird, görür ki, necə düzəldir, onu öyrənə bilir. Yolunu beynində öyrənə bilir, tətbiq etməyinə ehtiyac yoxdur. Y variantında bu biliyin son nəticəsi həmişə faktoloji konseptual olur. Bəli, tamamilə doğrudur. Elə bizim də düzgün cavabımız Y variantıdır. Belə, gəldik 4-cü suala. Müəllim şagirddən alkanların fiziki xassəsi haqqında danışmasını istəyirsə, hansı biliyi formalaşdırır? Görürsə, alkanların fiziki xassələri haqqında danışmasını istəyir. Konkret olaraq hər hansı bir fənnə aid məlumatdır və spesifik məlumatdır. Ona görə də bu faktoloji və spesifik olur cavab. Yəni düzgün cavabımız olur B variantı. Rahat suallardan biridir. 5-ci sual prosedural biliyə aiddir. Mütləq tətbiq ilə öyrənmək bildik ki, aid deyil. Özünə məxsus yollar, bu metakognitivdir. Algoritmlər, bəli, algoritmlər 3-cü aiddir, aydın məsələdir. 4-cü alimlər tərəfindən istifadə olunan texnikalar aydın məsələdir ki, bu da aiddir. 5-ci ixtiralar, kəşflər haqqında məlumatlar bu aid deyildir. Deməli, düzgün cavab 3 və 4-dür. Ona görə də biz D variantı götürürük. Gəldik 6-cı deməli suala. 6-cı sualda fizika fənninin tədrisi zamanı müəllim şagirddən həcmi, görünüşü, kütləsi demək olar ki, eyni materialları fərqli cisimlərə fərqləndirmək istədi. Bunu həll etmək üçün müadilə cisimlərin təşkilini hesablaması zamanı Arximed üsulundan istifadə etdi. Gördüyümüz kimi riyazi məsələdir və həmçinin alimlər tərəfindən istifadə olunan üsullardan birini işlədib. Bu cümlə birbaşa da kitabda da belədir. Ümumiyyətlə də bizdə bilirik ki, prosedural bilik hər hansı bir texnikanın tətbiq edilməsidir. Ona görə düzgün cavab olur D variantı. 7-ci sual. Bacarıqlar, metodlar, ümumiləşdirmələr, strateji biliklər, meyarlar. Neçəsi prosedural biliyə aiddir? Biz buradan baxırıq, ümumiləşdirmələr prosedural deyil, konseptualdır. Strateji biliklər, aydın məsələ, metakognitivdir. Amma qalanları bacarıqlardır, metodlar, yəni üsullardır, meyarlardır. Bu üçü prosedural biliyə aiddir. Deməli, düzgün cavabımız olacaq C variantı. Belə, biraz azaldaq bunu. Növbəti səhifəyə keçid edək.
Deməli, müəllimlər, ikinci səhifəmizdə biz baxırıq 8-ci suala. Hansı bilin tətbiqi zamanı şagirdə çoxlu tapşırıqlar işlədərək onlarda vərdiş yaratmaq tələb olunur. Elə bayaqki sual kimidir. Aydın məsələdir ki, riyazi məsələlərdə şagirdləri çox işlətmək lazımdır ki, onlarda vərdiş yaransın və bir prosesin gediş yolunu öyrənmək, bilmək digərlərindən daha çətindir. Bir var faktı yadda saxlamaq, bir var əlaqə yaratmaq. Onlara nisbətdə algoritmik olan şeylərdə biraz çətinlik var. Ona görə də bunu daimi işlətmək lazımdır. Çünki yadda qalmır. Ona görə də cavab olur D variantı prosedural bilik. 9-cu sualda müəllim şagirdə məişətdə ictimai yerlərdə təhlükəsiz davranış qaydalarına nə üçün riayət edirsən? Yəni bunun sənə nə xeyri var soruşur və şagird də bu səbəbi izah edir. Özünə aid olan bir şey izah edir ki, mən ona görə ki, mənə bu faydası var. Deməli, özünə aid olan, özünə lazım olan bir şeyləri bilir ki, özlü olan, özlü ilə aid əlaqəli olan bilikdə metakognitiv bilikdir. Düzgün cavabımız D variantıdır. 10-cu sualda Ləman gün ərzində çox çalışırdı. Günün sonunda etdiyi fəaliyyəti ardıcılığını yadına salırdı. Mən bu gün nə öyrəndim deyə fikirləşirdi. Öyrəndiyini qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa keçirirdi. Hansı bilik daşıyır? Öz fəaliyyətini yenə də izləyir. Aydın məsələdir. Öz strategiyasını mən bu gün nə etdim fikirləşir. Həmçinin bu cümlə sırf metakognitiv biliyə aiddir. Qeyd eləyə bilərsiniz müəllimlər. Qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa keçirmək, uzun müddətli yaddaş sözü, refleksiya sözü, bunlar hamısı metakognitiv biliyə aiddir. Belə bir var idi ki, deməli, bir bölsündən istifadə eləyir, şagird strategiya ilə oxuyur. Yəni, nə öyrəndim, necə öyrəndim? Yəni, bu üsuldan da istifadə edəndə metakognitiv biliyə vurğu var. Ona da diqqət edin. Qalanlar haqqında da yazmışıq. Məsələn, 11-ci sualda SWOT iş üsulu hansı biliyi formalaşdırır? Cavab yenə də Y variantı metakognitivdir. Çünki SWOT gizit təhlili deməkdir. Bu baş hərfləri ingiliscə olsa da biz Azərbaycan desək gizit. Güclü tərəflərim, zəif tərəflərim, imkanlarım, təhlükələr bu mənada işlənir. Bu da mənim özümə aid olduğuma görə özünü qiymətləndirmə kimidir. Özünü qiymətləndirmə üsulu da mütləqdir ki, metakognitiv biliyə aiddir. Qeyd götürə bilərsiniz. Müəlliməm, bu izahlarda diqqət edin. Məsələn, bax, görürsə, açar sözlər var da, algoritmlər, dediyi ixtiralar, metodlar, meyarlar, bacarıqlar, məsələn, bunlar prosedural biliyə aiddir, bayaq vurğu vurduq. Özü ilə aid olan, sən necə edərsən, sən necə etdin, qısa müddətli yaddaşdan uzun müddətli yaddaş, SWOT analizi olsun, yəni bunlar məqsəd və ya refleksiya etmək, bunlar hamısı aydın məsələdir ki, metakognitiv biliyə aiddir. Birbaşa faktların sadalan, faktlar haqqında danışmaq aydın məsələdir ki, deklarativin spesifikidir. Amma terminlər haqqında danışmaq terminolojidir, o da deklarativindir. Deklarativ biliyin başqa adı da faktoloji bilikdir. Gəldi 12-ci suala. Pifaqor teoremindən istifadə edərək hipotenuzu hesabla. Hesablamaq aydın məsələ ki, riyazi bacarıqdır və biz burada yenə də gedirik D variantına, yəni düzgün cavabımız D variantı prosedural bilikdir. 13-cü sual, hansı uyğun deyildir? Müəllimlər, bu suala diqqət eləyirik. Deməli, doğrunun altında doğru, yanlışın altında yanlış olsa, buna deyilir hansı uyğundur. Amma doğrunun altında uyğun deyil deyirsə yanlışları axtarır, yanlışın altında doğruları axtarır. Yəni, qısa sözlə, bu testlər müəllim işə qəbulda da düşür, sonra sertifikasiyada da düşür. Buna diqqətlə baxmaq lazımdır. Mütləq bir sual, yəni hələ ki bu ilə qədər bu tipli sualdır. Doğru deyirsə, biz də altına D, D, Y, Y yazacağıq və ondan sonra baxacağıq. Bir dənə diqqətlə izləsəz, tuta biləcəksiniz. Deməli, doğru biz burada D, burada yanlış Y hərfini yazdıq. Ondan sonra aşağı baxırıq. Şagirdlər tətbiq etməsələr də prosedural biliyi əldə edə bilirlər. Bu aydın məsələdir ki, doğrudur. Yazdım, doğru. Deməli, ikinci, fotosintez, indulgensiya, tangens aiddir terminoloji biliyə. Elə birbaşa, bəli, terminlərdir, terminoloji. Bu da doğru. Üçüncüyə baxıram. Yeni sözləri öyrənmək üçün Freire modelindən istifadə, metakognitiv bilik. Biraz bundan əvvəl dedim, bəli, bu da doğrudur. Təhsilin əsas məqsədlərindən biri təsdiqlənmiş biliyin öyrədilməsidir. Bayaqki sualımızda bu rast gəlmişdi. Mütləq təsdiqlənmiş bilik olmalıdır. Deməli, bu da doğru. İndi biz baxırıq. Doğrunun altında da doğrudur, yanlışın altında da doğrudur. Dördü də doğrudur. Amma bizə deyir, hansı uyğun deyil. Doğrunun altında doğrular düz yerdə dayanıb, amma yanlışın altındakı doğrular düz dayanmayıb. Orada yanlışlar olmalı idi. Ona görə də 2 ilə
4 düz dayanmayıb. Biz də 2 ilə 4-ü seçirik. Düzgün cavabımız olur Y variantı. Ümid edirəm ki, test sizə kifayət qədər aydın oldu. Aydın olmasa da yenə də dərslərimizdə müzakirə edərik. 14-cü sual. Fizika fən müəllimi atomun quruluşu tərkib hissələr mövzusunu tədris edir. Əsas hansı biliyin öyrədəcək? Yəni, hansı biliyi tətbiq edəcək? Atomun quruluşu tərkib hissələri. Yəni, orada deyəcək atomda hissəciklərdir. Bu hissədir protondur, neytrondur, elektrondur və anlayışını deyəcək elektron buludur və s. və ilə axırə. Aydın məsələ ki, bunlar hamısı termindir və mütləqdir ki, terminoloji biliyi işlədəcək. Müəllim cavab olur D variantı. 15-ci sual. Uyğunlaşdırın. Deklarativ prosedurlar, konseptual bilik. İndi variantları bir-bir tapaq, gətirib yerinə qoyaq. A variantı ətçəkən maşını işlətmək üçün necə quracağını bilir. Bu, biraz bundan əvvəl dedim, tikiş maşını, ətçəkən maşını eyni şeydir. Aydın məsələ gediş yolunu bilməkdir. Bu uyğun gəlir 2-yə. Yəni, bir dəqiqə. Biz prosedurala yazırıq A variantı. Bu belə, 2A. Sonra 2A davam edirik. Deməli, B-yə baxırıq. Elektrik avadanlıqlarını xüsusiyyətlərinə görə fərqləndirir. C-də bakteriyanın quruluşuna görə növlərini bilir. Bakteriyanın quruluşuna görə növlərini bilmək aydın məsələdir ki, bu C variantı faktoloji bilikdir. Avadanlıqları bir-birindən fərqləndirməkdə konseptualdır. Yəni B konseptuala gedəcək, C faktolojiya. Biz də burada yazırıq. Deməli, C faktolojiya getdi. Bura C yazdıq. Konseptuala da burada B yazdıq. Oldu 1-ə C, 2-yə A, 3-ə B. 1-ə C, 2-yə A, 3-ə B. Baxırıq, deməli 1-ə C, 2-yə A, 3-ə B. Bu D variantındadır və düzgün cavabımız da D variantı olur. 16-cı sual. Dərsdə hüceyrə orqanoidlərinin adlandırılması. Yenə də bayaq sualdır. Atomun tərkib hissəsinin adlandırılması, hüceyrə orqanoidlərinin adlandırılması, ribosomlar, lizosomlar, mitoxondrilər, Holter kompleksi, yəni bu cür hüceyrənin nüvəsi, nüvəcik və s. Bu aydın məsələdir ki, terminoloji bilikdən söhbət gedir. Deklarativ terminoloji A variantı düzgün cavabımızdır. 17-ci sual. Hansı sual konseptual biliyi yoxlayır? Newton ikinci qanunun riyazi ifadəsi, bu deklarasiyadır, əzbərdir. Kvadrat tənliyin həllində hansı algoritm proseduraldır? Yəni, birinci deklarativdir, ikinci proseduraldır. Üçüncü C variantı. Hansı üsulla yeni sözlər yadda saxlayırsan? Metakognitivdir, aydın məsələdir. D variantı. Kimyəvi tənliyi hansı üsulla əmsallaşdıra bilərsən? Bu da aydın məsələ ki, prosesdən sonra proseduraldır. Düzgün cavabımız olur. Deməli, Y variantı. Geoloji dövrlər müqayisə edə bilərsənmi? Bəli, bu konseptual biliyə aiddir. Gəldi 18-ci sual. Konseptual biliyə yenə də aiddir. Yenə həmin sualdır, oxşardır. Riyazi məsələnin gediş yolunu bilmək proseduraldır. Coğrafi terminləri bilmək terminolojidir. Tarixi hadisənin baş vermə məkanını bilmək aydın məsələ ki, spesifikdir, həmçinin deklarativdir, yəni. Y variantı Freyer modeli metakognitivdir. Düzgün cavabımız D variantı tarixi hadisənin baş vermə səbəbini bilmək. İzah eləmək, niyə oldu, necə oldu, müxtəlif faktları qarşılaşdırmaq aydın məsələ ki, belədir. 19-cu sual. Mətnin əsas hissələrini seçib nəql edir. Verilmiş standartın bilik hissəsini müəyyən edin. Burada nəql etmə, mətnin əsas hissələrini seçib nəql etməkdən söhbət gedir. Aydın məsələdir ki, deklarativ bilikdir. Nağıl etmək, danışmaq, yadda saxlamaq hafizə ilə bağlıdır. Ona görə də A variantı, yəni deklarativ bilikdir. 20-ci sualda bu bilik anlama, anladığı mövzusunu analiz edib əlaqələndirmək bacarıqla sıx əlaqədardır. Analiz edib əlaqələndirmək, bir-birlə əlaqələndirmək. Biz də demişik, faktları bir-birlə əlaqələndirmək konseptual biliyə aiddir. Düzgün cavab olur C variantı 20-ci sualımızda. Bu qədər, təşəkkürlər.